BDT, Yevropa İttifaqı və Qərb dövlətləri Taylandның 40 Uyğurunu Xitayğa qaytarğanlığını qattiq tənqid. Yevropa İttifaqı 27 fevral elan qılğan bəyanatda Taylandның 40 nəfər Uyğurunu Xitayğa qaytarıb berişi, onun BDT kişilik hüquq kengişinin əzası buluş sübutida dövlətlik və xalqaralıq qanunlarda üstüge alğan məcburiyyətinə xilaflıq qılğanlığını göstərib berdi deyilgan. Şundaqla Xitay hökumətinin xalqara qanunlarda üstüge alğan məcburiyyətinə toluq əməl qılıb, qaytarılğan 40 nəfər Uyğurun hüquq hüququnu qoğdaşı və hörmət qilishi tələb qılınğan. Şu günü BDT kişilik hüquq kengişinin Ali Komissari Volker Türk bu qaytırış navada qaytırılsa tən cəzası, naçar muamilə yoki başqa toldurvalğıl bo'lmaydigan ziyankeşlikə uçraş xavfi mövcud əhvallarda qaytırmaslıq prinsipiga butunlay xilaf degan. U yana Tayland dairələrinin qeyb qalğan başqa Uyğurlarni qaytırmaslıqqa kapolatlik qilishini tələb qılğan. Angliya Tashqi ishlar ministri David Lammy Taylandның xalqara məcburiyyəti və Şinjandakı kişilik hüquq dəfsəndçiligiga qaramay bu Uyğurlarni qaytırğanlığıga ən güclük ibarələr bilan qarşı ekanligini bildirgan. Kanada Tashqi ishlar ministri Melanie Joly Kanada 40 nəfər Uyğur musafirinin Xitayğa qaytarılıb, tən cəzası, qopal muamilə, nazaret, xalığança tutqun və məcburi əmgək xavfiga mübtila qılınışdan qattiq əndiş qıldı degan. Onun deyişçə Kanada bu məsələni Tayland hökuməti bilan bolğan hər dərəcədəki uçuruşlarda oturğu qoyub kelgan ekan. Avstraliya Tashqi ishlar ministri Penny Wong biz əndişlərimizni Tayland hökumətiga qayta əskərtib kelgan idik. Biz əmdi bu qaytarılğan Uyğurlarga muamil qilishda Xitay hökumətinin kütüdüganlarımızı oturğu qoyduq degan.